Evet, Naşivanın Hanaqah köyündeyiz. Əlincə qalasıdır, Kemal bəydə. Xanəgah kəndidir. Bu Xanəgahda yerləşir Əlincə qalanın elə bir Əlincə çayının sahilində, Əlincə qalasının yaxınlığında. Ha, bu çayın ismi de Alınca çayı. Əlincə Ha, çayıdır. güzel. Deməli, Xanəgah adlanır. Kənd də Xanəgahdır, burada Xanəgahdır. Kənd öz adını buradakı Xanəgahdan alıbdır. Xanəgah Xanəgah. orta əsrlərdə sufilərin, hürufilərin yaşayış yeri olubdur. Bunun ismi Xan Agah mıdır? Xanəgah, Hangah türklər səhv eləmirəmsə, Hangah deyir, Hangah. Biz Xanəgah. Xanə sözü qalınan yer, yaşanılan Xanəgah. yer mənasındadır. Müxtəlif mənaları da ola bilər. Orta əsrlərdə burada sufi şeyxləri burada yaşayıblar, dərvişlər burada yaşayıblar. Yəqin ki, Yunus Əmrənin filmin izləmisiniz. Orada bir dərgah, bir Xanəgah yaşantısı vardı. Eyni ilə burada da yaşayıblar. Dünyanın bir çox yerlərindən, Anadoludan, Azərbaycandan, başqa şərq ölkələrindən gəlib burada yaşayan dərvişlər olubdur. 1394-cü ildə Miranşah Fəzullah Nəimini edam eləyəndən sonra onun müridləri gətirib dəfn eləyibdi burada Xanəgahda və bundan sonra bu Xanəgah həm də Fəzullah Nəiminin adı ilə əlaqəlidir. Xanəgahın özü iki hissədən ibarətdir. Türbədən və məscid hissəsindən ehtimal ki, orta əsrlərdə burada başqa tikililər də olubdur. Çünki Xanəgahın üst hissəsində orta əsrlərdə dərvişlərin yaşadığı bir hücrəli otaqlar da vardı. Onların qalıqları qalır indiki dövrə kimi. Gördüyümüz məscid hissədir. Məscid olubdur bura. 1400 deməli 95-96-cı illərdə tikilib. Bu düşür Ağqoyunlular dövrünə. 1396. Bəli. 1400. 1400. 400. Ağqoyunlular dövrüdür. 1501-ci ildə Səfəvilər dövləti 14-cü yüzdə ondan var. öncə də Ağqoyunlular 13-14 var idi. Ağqoyun Qaraqoyuna. Amma türbə bundan 100 il əvvəl tikilibdir. Yəni Fəzullah Nəim öldürülüb, burada dəfn olunmasından sonra inşa olunubdur. Burada bəzi deməli bərpa işləri aparılıbdır. Bərpa işləri zamanı torpaq qatının altından müxtəlif 6 dənə sütun aşkarlanıbdır. 6 sütun bu orta əsrlərdə ümumiyyətcə dərvişlikdə, sufizmdə, hürufizmdə, xüsusilə irfan əhlidirlərdə bu insanlar. Məna adamlarıdır. Mənanı anlamaq lazımdır. 6 rəqəmi də əbcəd hesabında vav hərfi ilə əlaqəlidir. Vav hərfi də hu deməkdir. Yəni burada olan hu deməkdir. Bu da dərvişlikdə salımlaşmanı ifadə edir. Anadolu'da onun aynısını Qızılbaşlar yapır. Bəli, Qızılbaşlar, dərvişlər. Yəni dərvişliklə əlaqəli. Burada 5 sütun var. Biri də əvvəlcədən olubdu. İndi o bərpa olunmadığına görə yerin təşindədir. Yəni bu sütunu, bu sayı görən, 6 sayını görən şəxs bilir ki, burada bir dərviş yaşantısı olubdu, bura Xanəgah olubdu və Xanəgahın özü insanın özünə hu deyir. Hu sözü Yunus Əmrədə çox maraqlı bir şeyli vardı. Keçərkən Yunus şeş oldu dosta, ki qaldı qapıda andan içəri. Bax belə bir söz işlədir. Yəni şeş sözü 6 sözünü ifadə eləyir. İnsanın ümumiyyətcə quruluşu da 2 əli, 2 ayağı, bədəni, başı 6 hissədən ibarətdir insan. İndi orta əsrlərdə düşünürdülər ki, Allah Taala insanı yaradanda, kainatı xəlq eləyəndə, xüsusilə Adəmə öz ruhundan üfürəndə Allahın ruhu insanda təcəlli eləyir və bütün bədənə yayılır və o hu əsnə qalsa onun o nəfəsin bir ifadəsidir. Evet. Nəfəs tapmağın bir ifadəsidir ki, orta əsrlərdə aynı zamanda yaradılışın, bəli, yaradılışın bir ifadəsidir. Yəni bunu görən şəxs bilir ki, bura bir Xanəgahdır, burada bir Xanəgah yaşantısı olubdur. Xanəgahın giriş hissəsində bu məscidin tikilişi haqqında kitabə vardı. Kitabə 1494-95-ci illərdə deməli Xanbikə xatun tərəfindən inşa olunduğu ifadə olunur kitabədə. Xanbikə xatun da buranın sufi şeyxlərindən birinin qızıdır. Özü bu məscidi yəni inşa elətdirir ki, yerli əhali, bura gələn dərvişlər buradan istifadə eləsin. Gördüyümüz bu möhürlər də, iki möhür də Xanəgahın möhürüdür. Xanəgahın möhürüdür. Kənarında olan 24 dənə deməli üçbucaq zamanı bildirir. Zərrə və günəşi ifadə edir. Nəsiminin şeirində zərrə mənəm,
Günəş mənəm, çar ilə pəncü şeş mənəm. Bax bu cür yəni fikirlərin hamısı bu cerfdə, bu nişanlarda ifadə olunur. Birbaşa olaraq Mən bu cihana sığmazam. sığmazam qəzəlində şeirində, bəli ifadə qəzəldə. olur. Yəni o qəzəllər əsasında, o ideyalar əsasında, o fikirlər əsasında belə möhürlər, cerflər hazırlanırdı ki, bunu da orta əsrlərdə burada yaşayan insanlar daha ətraflı olaraq bilirdilər. Məscid hissədən türbə hissədən ibarətdir. Türbənin içində Fəzlullah Nəiminin məzarı var və kənar tərəflərdən də, yəni bu ətraflardan da müxtəlif sufi şeyxlərinin, sufi hürufi təriqətinə mənsub olan insanların qəbirdaşlarının bir hissəsi saxlanılır içəridə. Xanəgahlar orta əsrlərdə bir qayda olaraq bax bu cür yüksək ərazilərdə də seçilirdi ki, burada yaşayan dərvişlər, burada elm, irfan öyrənən insanlar həm də təbiətlə ünsiyyətdə olsunlar, bir tərəf açıq olsun, kimi tutursa, yəni müəyyən qədər yüksəklikdə olsun ki, bunun da yəni ətrafı həm də müşahidə eləmək, burada müəyyən bir gələnləri görə bilmək. Bəli, görə bilmək və həm də insanın ürəyi sıxılmasın. Yəni onsuz da dərvişlikdə misal üçün çilə çəkmək bir məqamı vardı ki, 40 gün ərzində dərvişlər çilə çəkirdilər müxtəlif cür 40 odalarda. günlük çilə. Bəli, yəni Xanəgah kəndinin Əlincə çayının həm sağ sahilində, həm sol sahilində burada yaşayan dərvişlərin vaxtilə istifadə elədikləri təşyələr olubdu, dərgah olubdu, bura xanəgah olubdu. Bir qayda olaraq burada yaşayıbdılar və fəaliyyət göstəribdilər.